Leyla Əliyeva Yevlax şəhərinə səfəri çərçivəsində bir sıra sosial, ekoloji və infrastruktur layihələrinin açılışında iştirak edib, müxtəlif obyektlərlə tanış olub. Səfər zamanı Leyla Əliyeva Heydər Əliyev Fondunun dəstəyi ilə inşa edilən yeni məktəb binasının açılışında iştirak edib. Burada yaradılan müasir tədris şəraiti ilə tanış olan Leyla Əliyevaya məktəbdə görülən işlər barədə ətraflı məlumat verilib. Daha sonra o, Sahibsiz Heyvanlara Qayğı Mərkəzinin Yevlax regional bölməsinin açılışında iştirak edib. Bildirilib ki, mərkəzin fəaliyyəti sahibsiz heyvanların mühafizəsinə, müalicəsinə, sterilizasiyasına və onlara qayğının göstərilməsinə xidmət edəcək. Səfər çərçivəsində Leyla Əliyeva Yevlax Cümə məscidini ziyarət edib. Burada aparılan bərpa və abadlıq işləri ilə tanış olub. O, həmçinin Gənc Arıçı layihəsinin iştirakçısı ilə görüşərək layihənin icrası, gənclərin arıçılıq sahəsinə cəlb olunması və bu istiqamətdə həyata keçirilən təşəbbüslərlə maraqlanıb. Leyla Əliyeva daha sonra abadlaşdırılan yaşayış məhəlləsinin sakinlərin istifadəsinə verilməsi mərasimində iştirak edib. Qeyd olunub ki, həyata keçirilən abadlıq işləri sakinlərin yaşayış şəraitinin yaxşılaşdırılmasına, şəhərin infrastrukturunun daha da müasirləşdirilməsinə xidmət edir. Səfər çərçivəsində keçirilən görüşlərdə və tədbirlərdə sosial rifahın yüksəldilməsi, ətraf mühitin qorunması, təhsil və gənclərin inkişafına yönələn layihələrin əhəmiyyəti vurğulanıb.